Salam hər kəsə. Bugün keçirilən birinci qrupların blok imtahanına üçün belə bir sual verilib. Qeyd olunur ki, tənliyin köklərindən biri 90-ın sadə vurğu olarsa, m parametrinin qiymətini tapın. Yəni ki, biz ilk öncə 90 ədədini sadə vurğularına ayırmalıyıq. Bu isə bizdə 2, 3 və 5 şəklində sadə vurğularına ayrılır. Demək ki, bizim tənliyimizin kökü 2, 3 və 5 ədədləri arasından biri olmalıdır. Amma hansı olmalıdır bilmirik. Onu müəyyən etməliyik. Bunu hardan edə bilərik? Bizdə bir şərtimiz var ki, məxrəc hər zaman sıfırdan fərqli olmalıdır. Yəni 5 minus x fərqli olmalıdırsa sıfırdan, x fərqli olmalıdır 5-dən. İkinci halda x üzərinə gəlinsin 2 fərqli olmalıdırsa sıfırdan, x fərqli olmalıdır mənfi 2-dən. Üçüncü halda isə 3 minus x fərqli olmalıdır 0 və x fərqli olmalıdır 3-dən. Qeyd eləmişik ki, 2, 3 və 5-dən biri olar, amma 5 ilə 3 ola bilməz. Bunlar getdi, yerdə qalır 2. Demək, bizim tənliyimizin kökü 2 ədədidir. Gətirib yerinə yazsam. 24 böl, baxın burada 24 böl, x'in yerinə 2 yazsam. 5 minus 2, 3. 24'ü 3'ə bölsəm 8. Minus m böl, x'in yerinə 2 yazsam. 4 bərabər olar 6-ya. Buradan m böl 4 bərabərdir 2 və m bərabərdir 8 alıram. Bu da bizim doğru cavabımız.